Bugün baxım günümdür. Son zamanlar dərim solğun görünür. İstəyirəm biraz qulluq edək. Əvvəlcə dərimi sizə yaxından göstərmək istəyirəm. Garnier'in Criogel maskasını sınayıram. Gəlin birlikdə effektinə baxaq. Bunun rəngi digər maskalardan fərqlidir. Su yaşıl rəngdədir. Bu maska soyuducu təsir verir, dərini tez bir zamanda nəmləndirir və canlandırır. Şişkinliyi azaltmaq və yorğun görünüşü aradan qaldırmaq üçün istifadə olunur. İçində mentol, gliserin və hialuron turşusu var. Şişkinlik, qızartı, yorğunluq bu kimi hallara yaxşı təsir edir. Maskanı üzümdə 15 dəqiqə gözlədib daha sonra çıxaracağam. Maska hal-hazırda üzümdə qaldıqca o sərinliyi hiss edirəm. Çox gözəl bir hiss verir. Vaxtımız tamam oldu. Artıq maskamızı çıxara bilərik. Bu maska səhər rutini üçün nəzərdə tutulub. Səhərlər rahatlıqla istifadə edə bilərsiniz. Maskanı çıxartdıqdan sonra üzümə belə yüngül masaj eləyirəm. İstəyirəm dərimin son halını sizə yaxından göstərim. Yorğun görüntünü aradan qaldırdı və dərimi daha təravətli etdi. Əgər aktiv həyatınız varsa, gecə az yatmısınızsa və ya səhər üzünüz şişkindirsə, bu maska tam da sizə görədir.